Mən istərdim verilişimizin önündə bizim dəyərli qonaqlarımızın sırasından Ustad Əhlibeyt şairlərindən olan bizim hamımızın sevimlisi Hacı Elşən Xəzərə söz verək. Hacı, buyurarsınız, söz sizindir, söz sahibsiz. İnşallah həm qonaqlarımızı, izləyicilərimizi salamlayarsınız və gözəl şeirlərinizlə bu verilişimizə zinət qatasınız. Buyurun Hacı. Təşəkkür edirəm, çox sağ olun. Bayramımız mübarək olsun. Allah ömür bizə bərəkət versin. Hacı, sağ ol özünə. Ya Allah, Hüseyin kimdir? Mələkdir ya ki insandır? Hüseyin kimdir? Mələkdir ya ki insandır? Hüseyin kimdir? Ona aləmlər eyrandır. Hüseyin kimdir? Onun məddahi Qur'andır. Hüseyin kimdir? Gözəl qiymətli mərcandır. Dəqiq qiymət verən yoxdur ki pünhandır. Hüseyin kimdir? Adında qüssə var, qəm var. Hüseyin kimdir? Əlində qanlı pərçəm var. Hüseyin kimdir? Adında qüssə var, qəm var. Hüseyin kimdir? Əlində qanlı pərçəm var. Hüseyin kimdir? Canında ismi əzəm var. Hüseyin kimdir? Hüseyin vardırsa aləm var. Hüseyinsiz varlığa yoxluqlar ünvandır. Hüseyin kimdir? Odur dünya, odur üqba. Hüseyin kimdir? Odur ətşan, odur dərya. Hüseyin kimdir? Odur aşiq, odur tənha. Hüseyindir eyləyən həq cibhəsin ehya. Hüseyin kimdir? Hüseynə cənnət ətşandır. Hüseyin kimdir? Hüseyin bir imtihan verdi. Hüseyin kimdir? Hüseyin oğlun cavan verdi. Hüseyin kimdir? Hüseyin İslam'a can verdi. Hüseyin kimdir? Məriz bir dinə qan verdi. Hüseyin kimdir? Hüseyin hər dərdə dərmandır. Hüseynin lütfi zərri afitab eylər. Hərarət aşiqin qəlbin kəbab eylər. Yanan can paklaşıb bir inqilab eylər. O tağutlar bu orduya nətab eylər. Hüseyin kimdir? Hüseyin azadə sultandır. Hüseyin kimdir? Odur Adəm, odur Davud. Hüseyin kimdir? Odur Adəm, odur Davud, odur Musa, odur İsa, odur Məhmud. Hüseynin lütfinə müslüm olar yahud. Hüseynə dözməyib Firon, nə bir Nəmrud. Hüseyin kimdir? Hüseyin zillətlə düşmandır. Hüseyin kimdir? Deyim anla nə ecazdır. Hüseynin ordusu məğlub olunmazdı. Nə fərqi əskəri çoxdur və ya azdır. Onun bayrağı hər yerdə sərəfrazdır. Hüseyin kimdir? Hüseyin dinə nicahbandır. Hüseynin aşiqi Elşən riya bilməz. Hüseynin izzət-i şənin gəda bilməz. Hüseyni bilməyən kimdir xuda bilməz. Xudanı bilməyən canın fəda bilməz. Hüseyin kimdir? Hüseyin çox dərin ümmandır. Hüseyin kimdir? Hüseyin çox dərin ümmandır. Maşallah Hacı, çox Allah qəbul eləsin inşallah. Hələ ki qonağımız çoxdur da istəyirəm. Allah hələ biraz. Allah qələmizə qüvvət versin. Çox gözəl şeirdir. Hüseyin kimdir? Hüseynə cənnət ətşan. Allah bizləri İmam Hüseynin ziyarətindən ayrı salmasın. Amin, amin. Bəli, dəyərli izləyicilərimiz, gözəl Əhlibeyt şairi Hacı Elşən Xəzərdən gözəl bir şeir dinlədik. Mən istəyərdim verilişimizi davam edək və dəyərli qonaqlarımıza söz verək. Əziz Peyğəmbərimiz buyurmuşdur: alimlər Peyğəmbərlərin varisləridir. Sözü vermək istəyirəm bizim dəyərli ilahiyyatçı alimimiz Hacı Ramil Bədəlova. Hacıcan, bildiyiniz kimi bu günləri üç əzəmətli şəxsin, yəni İmam Hüseyin əleyhissalamın
Həzrəti Əbəlfəz ağanın və İmam Səccad əleyhissalamın mövlud günüdür. İstərdi ilk öncə İmam Hüseyn əleyhissalamın haqqında sual verək sizə hacı. Təbii ki, bütün müsbət xüsusiyyətlər, kamal xüsusiyyətlər İmam Hüseyn əleyhissalamda cəm olmuşdur. Amma istərdi ki, İmam Hüseyn dedikdə ilk olaraq ağanın hansı xüsusiyyəti gəlir zehninizə? Bax, o xüsusiyyətlər haqqında bizə məlumat verərdiniz və bizi izləyənləri də o gözəl pak nəfəsinizlə maarifləndirərdiniz. Təşəkkür edirəm, minnətdaram. Salamlayıram dəyərli izləyicilərimizi və əziz Əhlibeyt şairimiz, məddahlarımız. Allah sizləri qorusun, hifz eləsin. Və Həzrət İmam Hüseyn ağa haqqında verdiniz. Sualı, yəni o şəxsiyyət kimdir? Hansı fəzilətləri, xüsusiyyətləri zehninizdə canlanır? Bizdən də biraz öncə Hacı Elşən əzizimiz, Əhlibeyt şairimiz İmam Hüseyn kimdir? Beytlər söyləyir. Orada bir cümlədə işlətdi ki, Hüseyn pünhandır. Yəni nə qədər danışsaq onun haqqında yenə pünhandır. Çünki tükənməz sanki bir dəryadır. Allaha, tohidə vəsl olduğuna görə bu imtiyazı var İmam Hüseyn ağanın. Kamil insanların xüsusiyyəti belədir. Amma İmam Hüseyn kimdir? Nə qədər danışsaq az danışacaq, bu həqiqətdir. Mənim yadıma bir ayə düşür, Quran-ı Kərimdə bir ayə var. Allah deyir, ləhum ma yəşəuna fiha, cənnətdə nə istəyirsiniz var. Sonra deyir, lədeyna məzid. İstədiklərimizdən əlavə bəzi şeylər də var. Heç onları arzu etməmişsiniz və bilmirsiniz nədir. Çünki adam bir şey istəyəndə birinci arzu eləməlidir axı. Arzuda etdiyin bir şey haqqında bir məlumatın olmalıdır axı. Mənim məlumatım yoxdursa necə arzum formalaşa bilər ki? Necə istəyə bilərəm ki? Ona görə deyir ki, ləhum ma yəşəuna fiha. Orada nə istəyirsiniz verəcəyik, amma lədeyna məzid. Bəzi şeylər var ki, siz bilmirsiniz. Biz orada verəcəyik sizə. Həzrət İmam Hüseyn haqqında da mən bunu deyərdim ki, biz nə qədər danışaq ki, qiyamətdə Hüseyn əleyhissalam haqqında Allah sanki bəzi şeyləri bizə izah verəcək. Çünki qiyamət həm də kamil insanların tanındığı gündür. O gün elə bir gündür ki, Quranda bir ayə var ki, bəzi insanlar ki var, onları Allah ucaldacaq, bəzi insanları hafizə, düşürtçə aşağıya. Əslində, düşürtçədən də məqsəd, ucaltmaqda da məqsəd, yəni onların ucalıqlarını göstərəcək bizə. Yəni, ora belə bir aləmdir. Və biz orada müəyyən qədər, yenə də tam bizə aid deyil, biz onu tam tanıya bilməyəcəyik. Amma müəyyən qədər orada gözümüzdən pərdələr çəkildikcə, orada kamil insanları, onlardan da bir İmam Hüseyn ağadır, müəyyən qədər tanımış olacaq. Bəli, belə deyirlər ki, cənnətdə əməli təkamül yoxdur. Nəsə bir əməl eləyək, ucalaq, amma elmi təkamül var. İnsan hər gün yeni bir mərifət əldə eləyəcək, hər gün yeni bir tanışlıq və s. və s. Onlardan da biri biz insanlar, o kamil insanları tanımış olacaq. Amma İmam Hüseyn kimdir? Gözəl xüsusiyyətlər harada varsa, harada bir gözəlliyi varsa, fəzilət varsa, onu İmam Hüseyndə görmüyorlar. Aşurada gözəlliklər hamısını yığmış sanki bir yerə. Aşura o gözəlliklərin, fəzilətlərin yığışdığı bir məkandır. Yəni, İmam Hüseyn ağa orada təkcə şücaəti görünmürdü. Allahla münacatı, şücaəti, mehr, məhəbbəti, qəzəbi Allaha görə, sözləri, falan hamısını bir yerə yığanda görsən ki, fəzilətlər sanki toparlanıb Kərbəla çölünə, eyni zamanda da rəzilətlər də o tərəfə. Fəzilətlərlə rəzilətlər toqquşub. Və İmam Hüseyn ağa haqqında mən bu kəlamı istərdim deyim. Bu kəlam məni düşündürdü. Allahın Peyğəmbəri buyurur ki, məndən iki şey irs keçib Hüseynə. Əslində burada ikisini toxunur da, amma çox şeylər. Deyir, cu'di və şücaəti, səxavətim və şücaətim. İrs keçdi Hüseynə. Mən bu irs kəlməsini düşünürdüm və araşdırırdım ki, irs, niyə məhz irs kəlməsi çıxdı? Sonra başladım irs, varis, miras, bunları araşdırmağa. İrsdə axı bir varis var, bir miras var, nə ki qalır.
Bir də bir kəlmə var, o bizim leksikonda yoxdur, amma ərəb mənşəli kəlmədir. Müvərris. Nə deməkdir bu? Baxın, ata dünyasını dəyişir, övladı varisdir. İrs qoyur gedir. Bir miras qoyur gedir. Maddi bir miras. Pul qoyur gedir. Misal üçün. İndi irsin fiqdə qaydaları var. O, oğula deyirlər varis. Nə ki qoyub gedir, ona deyirlər irs, miras. Ataya deyirlər müvərris. Müvərris. Yaxşı. Maddi mövzularda qayda belədir. Müvərris ölür, varisə irs çatır. Amma belə buyururlar. Deyirlər, mənəvi mövzuda biraz fərqlidir. Müvərris sağdır, diridir bu mənada. Bizim o, belə deyək də, Peyğəmbər həmişə olsa diridir. Varis ölməli deyirlər, nə mənada? Bu mövzu dərin bir mövzudur. Çünki mən mövzunu biraz genişləndirirəm. Çünki hədisdə var, bunu açmaq üçün bu mövzunu, bu hədisə deməliyəm ki, Əl-uləma vərəsətul ənbiya. Alimlər Peyğəmbərlərin varisidir. Deməli, iş götürüb də olardı. Deyirlər, burada mövzu fərqlənir. Nə mənada? Burada varis özü ölməlidir. Varis ölməlidir ki, müvərrisdən ona bir irs geçsin. Hansı ölümdür o ölüm? Mutu qəblən təmutu. Ölməmişlər qabaq ölüm. O nə ölümdür? O nəfsaniyyətin mənəmçilik, mənfi mənada olan mənəmçilik, səthi istəklər, nəfsin ölümüdür. O ölməsə, Peyğəmbərdən bizə hikmət gəlib çatmaz. Peyğəmbərdən o mənəvi irslər gəlib bizə çatmaz. O ölməlidir ki, bu irs gəlsin çatsın. Bu bir dənə ümumi bir qaydadır. O nəfsaniyyət olan yerdə Peyğəmbərdən bizə irs gəlib çata bilməz. Peyğəmbər də buyurur orada ki, məndən irs gəldi kimə? Hüseyn əleyhissalama. Şücaətim və səxavətim. Yəni, Hüseyn əleyhissalam kimdir? Böyük bir şəxsiyyətdir. Nəfsi onun qarşısında ramdır bu öz yerində. Və şeytan ona vəsvəsə eləyə bilməz, hilə eləyə bilməz, məkr eləyə bilməz bu öz yerində. Çünki böyük bir şəxsiyyətdir. Və mən bu kəlməni araşdıranda ki, mutu ən qəblə ən təmutu, ölün ölməmişdən qabaq, bu mövzunu araşdıranda gördüm ki, buna deyirlər ənfusi kiçik qiyamət. Bunun adı kiçik qiyamətdir. İnsan ölməmişdən qabaq ölməyi, bunun adına deyirlər termin olaraq ənfusi kiçik qiyamət. Hədisin davamı da var, buyurur ki, hasibu ənfusakum qəblə ən tuhasabu. Özünüzə hesab kitab eləyin, hesab kitab olmamışdan qabaq. Zinu ənfusakum, çəkin özünüzü qəblə ən tuzanu, mizanda çəkilməmişdən qabaq. Burada bir dənə qeyddə deyim mən sizə. Maraqlı məqam nədir? Demir əməllərinizi hesablayın, deyir özünüzü hesablayın. İnsan özünü hesablamalıdır, əməllərin yox. Biz bəzi vaxtlar əməllərimizi hesablayırıq, görürük, məsələn, namaz qıldıq, oruç tutduq, filan kəsə 5 manat yaxşılıq elədik. Bu əməllərin hesab kitabıdır. Hədis deyir, özünüzü hesablayın, özünüzü çəkin. Nə mənada? Axı sənə görə Allah nə qədər potensial verib, nə qədər istedad verib, nə qədər iş görmüsən. Özü bir dənə çək tərəzidə. Gör, nə qədər çoxaldın, nə qədər artdın ilahi yolda. Əməllərini yox, əməllərini çəksən, deyərsən, maşallah, çox iş görmüşəm. Amma özümü çəkəndə görürsən ki, bu qədər potensialdan az iş görmüşəm. Bu qədər istedaddan çox iş görməmişəm. Bu qədər imkanatımla o qədər də iş görməmişəm. Bu bir hədisin bir tərəfi. Amma mövzu budur. Buyurur ki, ənfusi kiçik qiyamət budur ki, insan ölməmişdən qabaq özü ölsün. Bu da nə məqamdır? İnsan bu mənada öləndə sanki o öləndə nələr baş verir, nələr görür, onu görməyə başlayır. Gözündən Allah pərdələri çəkir, bir ölmüş insan nələr görür. Bu da mövzudur da maraqlı. Onu da elə qəblə ən təmutu da insan görür. Görürəm ki, nələr var. Bunları Allah müşahidə elətdirir sənə, bizə. Amma ikinci nədir? İkinci qiyamət, mən qiyaməti məcbur oldum da, açım ki, İmam Hüseyin ağanda elə bu mövzularda inşallah çalışaram bir sözüm. Bir qiyamət də var, buna deyirlər ambaan qiyamət. Ambaan qiyamət, o nə deməkdir? Hər an sanki qiyamətdir. Quranda bir ayı var, yuhyi və yumit. Hər an dirildir, hər an öldürür.
Biz hər an dirilirik. Hər anda ölürük. Keçmiş öldü, təzələr dirilir. Hər an yeni feyizdir. Hər saat yeni feyizdir. Hər an sanki yuhyi. Hər an qiyamətdir. An qiyamətdir. An. Və sizə bir dənə ayə deyəcəm maraqlı. Quranda bir ayə var. Deyir ki, əyyanə mursaha. Bu qiyamət nə vaxt? Mursası nə vaxtdır? Mursaha kəlməsi işlənib. Baxın, əyyanə mursaha kəlməsi Quranda başqa yerdə işlənib. Harada işlənib? Allah Teala buyurur ki, Bismillahi məcraha və mursaha. Nuhun gəmisi Bismillahla məcra elədi, hərəkət elədi. Bismillahla ləngər elədi. Mursa kəlməsi nədir? Dayandı. Hərəkəti də Bismillahlandır, ləngəri də Bismillahlandır. Deməli, mursaha kəlməsi həm o gəminin ləngəri haqqında işlənib, həm qiyamət haqqında işlənib. Əyyanə mursaha. Sanki Allah demək istəyir ki, bu qiyamət sanki başlayıb. Bu nə zaman ləngərləyəcək? Onun sualını verin. Hələ qiyamət var. Sadəcə bu nə zaman izazul zillətil ərdu zilzalaha olacaq? Mizan indi də var. Hesab kitab indi də var. Sorğu sual indi də var. Bunlar baş verib. Qiyamət nədir? Qiyamət bunun, bu batinin zuhura çıxmasıdır, görsənməsidir, görünməsidir. Cəhənnəm sanki deyir, indi də var. İnsan indi günah ilə cəhənnəm içindədir. İnsan ibadət eləyənlərlə cənnəti içindədir. Məsullardan birinin yanında oturmuşdu bir nəfər. Dedi, nə vaxt geriyə cənnətə? Dedi, cənnətdə səndə. Siz nə cənnət? Siz oturmuşsan yanımda da. Cənnət belə olacaq da. Cənnət nə axtarırsınız ki? Mən demirəm, orada bir cənnət olmayacaq. Başa düşürsünüz, yəni biraz mövzunu dərinləşdirək də. Yəni Allah deyir ki, əyyanə mürsaha, məndən sualı soruşursunuz ki, bu qiyamət nə zaman ləngərləyəcək, bu qiyamətin gəmisi? Nə zaman ləngərləyəcək? Yaxşı. Buna deyirlər amba-an qiyamət. 5 dənədir. Nəzəri irfanda qiyaməti 5 hissəyə bölürlər və siz mənə sual verdi, suallarla bu gəldi, çatdıq. Bura mən üçünü hələ deməmişəm. İnşallah bunları neynəyərəm, toxunaram ki, tamamilə İmam Hüseyin ağadan neynəməyim, uzaqlaşmasın mövzu. Amma mövzu deyərdim ki, həqiqətən maraqlıdır, qiyamətə baxışla bağlıdır. 5 dənə qiyamət deyirlər. Və İmam Peyğəmbər buyurur ki, məndən irs keçdi. Hüseynə nə? Şücaətim və səxavətim. Həzrət İmam Hüseyin ağa səxavətli idi də, şücaətli idi də. Və Hüseyin əleyhissalamın bir nəfər deyir, gəldi qapısını döydü. Gəldi qapısını döyəndə kömək istədi. Ağa dedi ki, kömək istəyirsənsə nə qədər sən yaz. Yazın, belə deyərsən xəcalət çəkərsən birdən, utanma. Yaz oran mənə. İmam Hüseyin ağa yazdı, verdi. İmam Hüseyin ağa götürdü, baxdı, gördü nə qədər yazdım. Ondan sonra İmam Hüseyin ağa ona bir miqdar pul da kömək elədi. Verəndə çox eləmişdi. Dedi, çox eləmirsən. Dedi, yox, eyb yoxdur. Halalın olsun. Götür və get. Və orada yola salmamış ona bir dənə söz dedi. Dedi, sənə gəl bir dənə cümlə deyim, nəsiyyət edeyim, get. Bu əslində nə deməkdir? Nəsiyyət. Baxın, bizim işimiz yalnız ac qarınları doyurmaq deyil. Biz maddi köməkliklər eləyəndə də qarşı tərəfin o ac qarnını doyurmaqdan da mühüm məsələ Allahı ona sevdirmək. Mühüm məsələ ona Allaha vəsl eləmək, tohidə vəsl eləmək. Orada da imam görsən, yalnız maddi yeməklə kifayətlənmədi, pulla kifayət. Gəl sənə bir nəsiyyətlər eləyim, elə bir kəlamlar deyim ki, o kəlamlar sənin üçün nədir? Həyatında müsbət xeyirlər olacaq. Dedi ki, la tərfə hacətəkə illa ilə əhədi sələsə. Kiməsə ağız açmaq istəyənsə, 3 nəfərdən birini ağız aç. 3 nəfərdən biri. Hər adam ağız açma. Kömək istəsən 3-dən birindən istə. Kimdən istəyim? 1. İlə zidin. Həqiqi dindara. Zidin. Həqiqi dindar. Belə bir insandan kömək istəyə bilərsən. 2. İndi ola bilər birinin dini yoxdur heç. Belə deyil, namazı yox, ibadəti yox. Muruvvətin, mərd insanın qapısını döy. Bir mərdlik olsun. Belə deyək, yaxşılıq eləməsə də, eləyəndə də qeybəl orada, burada adam var, elə görsən, bir dənə yaxşılıq eləyən ki, hər yerdən söhbət çatdı. Orada elədim, burada elədim, bunu elədim. Zu muruvvətin. 3-cü buyurdu ki,
o həsəbin. Elə bir insan ki, əsl nəsəbi var. Və İmam Hüseyin ağa orada da izah verir. Niyə dindar, niyə bu, niyə bu. Və mərd adamı ona görə verir ki, belə deyək, o mərd adam neyləməz. Versə də adam başına vurmaz. Mərdin xüsusiyyəti budur. Mərd yaxşılıq eləyər, neynəyər? Vurmaz adam başı. Dindar neynəyər? Dindar deyir, məsələn, dini qoymaz. Və s. Üçündə izah verirlər. Bu İmam Hüseyin ağanın səxavəti haqqında deyilən bir cümlə idi ki, İmam Hüseyin ağa belə bir şəxsiyyət idi ki, səxavətli idi də. Eyni zamanda şücaəti də ki, Kərbəlada neçə minin qabağında tək dayanaraq mübarizə edir və geriyə addım atmayan bir insandır. Və düşmənin təkbətək mübarizə eləyə bilmirlər. Təkbətək qabağına çıxa bilmirlər. Hərəsi bir tərəfdən axırda kim əllərinə yetişir, biri daş atır, biri nizə atır, biri ox atır. Hərə nə istəyir, sanki deyəsən, Elşən Xəzənin beyti var idi da. Kim daşladı, kim oxladı, kim vurdu əmudla. Ordu-i cəhalət əlinə məşğələ düşdü. Yəni, hərə kim neynədisə, biri sözlə, biri daşla, İmam Hüseyin ağama tək canına qaldı və sonda yerə də yıxılanda da həqiqətən taqəti yox idi, ona görə yıxıldı. Nəinki, məsələn, bir var insan zəiflik əlaməti olaraq dizlərin qoyar yerə, bir də var taqət yoxdur, düşdüm yerə. Yəni, yoxsa yenə düşmürdü ki yerə. Yenə güz dayanmışdı, möhkəm dayanmışdı. Bir gözü qarşıda, bir gözü xeymələrdə ki. Elə hər dəfə İmam Hüseyin Əsəmi şəhidləri gətirəndə və insanlarla həmən o düşmənin üz-üzə çıxanda yenə də onları tövhidə dəvət edirdi, İslama dəvət edirdi. Bu cür insan, bu cür cəsarətli insan, bu cür mərhəmətli insan. Və hətta sizin sözünüzə qüvvət olaraq son anlarda bir dənə cümlə də işlətdi özünün sağ vaxtında. Dedi ki, əgər dönüş elə söz, bu qədər nə qədər iş görmüsünüz, mən bağışlayaram, Allah da yəni ki, sizi bağışlayar, həqiqətən tövbə elə söz. Baxın, tövbə elə söz, amma tövbə eləmədilər ki. Bəzi adamlar deyir, tövbə eləyər. Bilirsiniz necədir? İnsan bəzi vaxtlar xatamallah alə qulubihim. Allah xətm eləyir. Xətm nədir? Möhür vurmaq. Möhür nə zaman vurulur? Bir kağız təmiz dolandan sonra yazısı, axırda möhürü vurulaq, yəni doldu da. Xattamallah alə qulubihim, yəni bəzi insanlar günahlarla qəlbinə o qədər yazır, bir də nöqtəyə yer qalmır. Onda da deyəsən, ayə var, o haqda üzr istəyirəm, biz onların gözlərinə, qulaqlarına möhür vurduq. Bəli. Gözlərində qışa və pərdə var, sonra deyim, xattamallah alə qulubihim, yəni daha möhürü vurdum. Bitdi. Tubiyə alə qulubihim. Hə, onlar da tubiyə alə qulubihim idi. Amma yenə də dönüş eləyə bilsəydilər, neynəyərdi? Məsələn, Hür o ərəfədə qayıtdı da, düzdür müharibədən qabaq qayıtdı. Mən müharibənin içində qayıdanlar da oldu. O yer ki, biraz qalmışdı. Məsələn, 2 qardaş oxumuşam ki, qayıtdı. Qayıdış elədi. Döndü, gəldi, İmam Hüseyin ağa o cürünə gördü. Sonradan şəhid də oldular, onlar da şəhid oldular. Belə bir səhnələr var ki, Həzrət İmam Hüseyin ağa haqqında çox danışmaq olar. İndi mən yenə də düşsə, amma burada bu sözü bir dənə də bir kəlmə deyim, sonradan inşallah davam eləyək. Yəni ki, mən sonradan söz versiniz, mən sonradan yenə danışaram. Baxın, orada bir kəlmə ki var, vərəsətul ənbiyadır, alimlər və İmam Hüseyin ağa haqqında irs kəlməsi işlənib. Bir deyirlər, elm irslə gəlir çatır, bir dərslə gəlir çatır. Bir nə deyirlər, elmud dirasə, bir nə deyirlər, elmul virasə. Dərslə elm budur, oxuyuruq. İrslə elm yolu mənəviyyatdan keçir. Onun yolu gecə namazının qunutundan keçir. Onun yolu səcdə elədiyin səccadədən keçər. Oradan hikməti oradan götürərsən. Onun yolu mənəviyyatdan keçir, paklaşmaqdan keçir. O elmul virasə odur. Yəni bunun mənası budur ki, hər birimizdə, içimizdə, belə deyək, qəlbimizdə o Peyğəmbərdən öz tutumumuz qədəri bir irs gəlib çatıb, mənəvi irslər gəlib çatıb. Ona görə bir hədis var, buyurur ki, əgər 40 gün ixlasla yaşasınız, Allah neyniyər? Hikmət çeşməsi qəlbindən dilivə süzlər. Yəni o hikmət çeşməsi hara qayıdır? Kimindir? O çeşmə kimindir ümumiyyətlə? Peyğəmbər buyurur, Ənə mədinətul elm və əliyyum babuha.
O elmin şəhəri mənəm. O elm hansı elmdir? O tövhid olan mərifətdir. Allah olan mərifətdir. O mərifətin şəhəri mənəm. Qapısı Əlidir. Yəni Kövsərin ünvanı buradır. Kövsəri də istəyirsənsə içəsən, oradan qəlbivə də süzülüb. Amma istəyirsən dilivə süzülsün, onun yolu virasətul elmdir. Dirası lazımdır. Dərs lazımdır. Oxumalısan da, savadlanmalısan da. Amma o dərslə, o elmlə, kəlamla, kəlmə ilə bu qəlbin qəsavətini vura bilməzsən. O daşı yormaq, tatmaq istəsənsə ki, oradan süzülsün dilivə, onun yolu mənəviyyat və ibadət və itaət və gecə ibadətləri və sairdir. İmam Hüseyin Ağa Küçü nə deyir? Deyir, məndən iz keçdi. Yəni, bir dənə işarə verdi ki, onun elmi, Hüseyin əleyhissalamın elmi bir yolu da necədir? Qeybidir. Bu cür nə gəldi məndən keçdi Hüseynə? Bəli. Allah razı olsun Hacı. Çox sağ olun. Allah sizi xalqımıza çox görməsin. Allah nəfəsinizə bərəkət versin. Bəli, bir şey yadıma düşdü. Bu Hüseyn kimdir ki, aləm hamı divanəsidir. Bu necə şəmdir ki, aləm hamı pərvanəsidir. Dərin bir dəryadır. Allah razı olsun Hacı. Təşəkkür edirik və dəyərli izləyicilərimiz bizi izləyirlər. Çox maraqlı bir verilişdir həqiqətən İmam Hüseyin əleyhissalam Mövlud günündə. Mən istəyərdim rəngarəng olsun. Bizim çox dəyərli qonaqlarımız burada yer alırlar. Bizim hamımızın sevimlisi öz ilahi nəğmələri ilə bütün qəlbləri fəth edən əziz dəyərli qonaqlarımızdan Əhl-i Beyt qrupuna söz verir. Hacı İslam və Kərbəlayı Rövşən. Buyurarlar o gözəl ifalarından birini səsləndirərlər inşallah. Buyurun Hacı, söz sizindir. Biz də Əhl-i Beyt qrupu adından, öz adımızdan inşallah bizi izləyənləri, möminləri, Hacı Ramin qardaşımızı, ruhanimizi təbrik edirik. Ustad şairimiz, Əhl-i Beyt şairi Hacı Elşəni. Yəni, bu insanlar necə ki tarixdə Əhl-i Beytin kəlamı ilə, Əhl-i Beytin nuru ilə həyatlarını yaşayıb köçən alimlərimiz, şairlərimiz olub. Bu qardaşlarımız da bizim hal həyatımızda bir yerdə ki, Allahın nuru ilə, yəni Allah bizi məhrəm eləyib, ta qiyamətə qədər bizi elə onu ilə məhrəm eləsin. Yəni, bu özü bir xoşbaxtçılıqdır. Bu gözəl bir gündə İmam Hüseyin əleyhissalamın Mövlud günündə biz görüşdük. Allah Taala həmişə necə burada onların adı ilə görüşdürür, axirətdə də bizləri, həm tamaşaçılarımızı görüşdürsün inşallah. Amin inşallah, amin. O qədər gözəl məclisdir həqiqətən. Hər dəfə insan fikirləşir ki, görəsən bu dəfə Hacı Ramin Bədəlov nə danışacaq. Amma hər məclisdə biri-birindən gözəl, dəyərli xutbələr, söhbətlər. Sözün əsl mənasında baxıram Hacı Elşən Xəzər gözəl şeirdir. Deyirəm ki, nə gözəl bu eşqdən. Bir balaca məclisdə amma görün nə qədər gözəlliyi var. Siz o eşqdən danışırsınız, Hacı Elvin, Hacı İslam. Biz oxuyuruq, baxırıq ki, bu onların rəhmətini insan hiss eləyir, onların istiliyini hiss eləyir. Bu kitab, o dediyiniz o nöqtə ki var, insan kitab oxumaqla onları sevə bilməz ki, bu sevgi hardandır, buna görə Allaha o qədər şükür və təşəkkür etmək lazımdır ki, onların məhəbbəti bizim qəlbimizdə var. Allah bu ağanın ziyarətini, şəfaətini nəsib eləsin hamımıza. Lev Tolstoyun bir dənə kəlməsi var, Hacı, çox xoşuma gəlir o. Deyir ki, Zəburun və Tövratın faciəsi onda oldu ki, onların Qur'anın qəhrəmanı kimi Hüseynləri olmadı. Hələ oxumuşam. Çox xoşuma gəlir. Allah bizləri, əsrlərimizi, nəsillərimizi, inşallah xalqımızı Əhl-i Beytdən ayırsın. Amin, amin. Çox sağ olun. Kərbəlayı Zülfüqar qardaşımızın sözlərinə yazılan Hüseyn ilahısını oxuyarıq. Bəli, çox gözəl ilahi. Görüntülərdə çəkmişdir. Çox gözəl ilahidir. Zirehi təzə gətirmişdilər Hacı. İmam Hüseyin Ağan Zirehi 2011-ci ildə. Bir çəkiliş götürüldü. Orada o xadimlərdən biri danışdı ki, bunu düzəldən sənətkara 1 milyonluq çek vermişdilər. Zəhmətinə görə. O çeki gətirib atmışdı Zirehin içinə. Ay maşallah. Dedi, ağa istəyirəm sən mənim əlimdən tutasan, mənim sənə sevgim təmənnasızdır.
Allah sizdən razı olsun. Maşallah. Kərbalaya apardınız bizi. Allah Bəli. sizi İmam Hüseynlə məşhur etsin. Amin. Hacı, çox üzr istəyirəm. Bir yaxı qiyamətdən danışdınız və 5 qism dediniz. Amma onun ikisini qeyd elədiniz, 3-ü qaldı. Əgər müsait olarsa, xahiş edirəm o 3-ünü də qeyd eləyəsiniz, deyəsiniz. Yaxşı. Əslində bu mövzu belə deyək də İmam Hüseyn ağadan gəldik, çatdıq qiyamətə. İkisini dedim. Yox, üçünü də deyim. Sizə də təşəkkür edirəm gözəl ilahinizə görə. Allah sizi qorusun. Minnətdaram sizə. 2 dənə qiyamətdən ki danışdıq. Mövzunu İmam Hüseyn ağa ilə əvvəldə bağlamışdıq. Yenə də amma davam edeyim. Elbə İmam Hüseyn ağa özü də razı qalar. Çünki qiyaməti nə qədər insan anlasa, dünyanı düzgün, dürüst yaşayar. Və hətta yadımda belə bir şey qalıb ki, bir nəfər gəlir İmam Hüseynə sual verir ki, günah eləmək istəyirəm də, mənə bir neyniyim, necə çəkinim? Bir elə də, amma 5 şey elə. O bir dənə hədis yadıma düşdü. Orada bir neçə söz var. O gəlir ölümlə bağlayır. Deyir, məsələndir, mən indi hamısını deməyəcəm. Orada qayıdır, deyir ki, ölüm mələyi canlı almaq istəyəndə vermə. Görürsən, ölümə gətirdi. Deyir, bunu necə bacaran? Deyir, onda günah eləmədən. Məsələn, belə deyək, elə bir yerə get ki, heç kəs, Allah görmə, heç kəs görməsin sən. Allahın mülkünü tərk edər. Bir dənə dua var, Hacı Elşən yadıma saldı. Keyfə, sənin mülkündən, hakimiyyətindən qaçmaq mı olar ya Rəbbəl aləmin? Firar mümkün deyil qaçmaqda. Hara getsəm, onsuz da eynəmə tuvəllu fəsəmmə vəchullahdır da. Hara getsəm, Allahın vəchisidir də. Yəni, bütün bu aləm Allahın təcəllisidir də, əsmadır da, hara getsəm onsuz da yenə də onun üzrə keçəm. Yəni, elə bir yer yoxdur ki, orada Allahın təcəllisi olmasın, elə bir şey olsa, onda yoxdur ora, yoxluqdur. Varsa, orada Allahın təcəllisi vardır. Ona görə qiyamət mövzusuna qədər dürüst, düzgün anlaya bilsək, həqiqətən qiyamət mövzusu bizim həyatda düzgün və dürüst yaşamağımıza istiqamət verər. Hədisi mən tam demədim amma sizə. Qiyamət haqqında danışırdım. 2 cür qiyamətdən söhbət gedir. Nəzəri irfanda qiyaməti 5 hissəyə bölürlər. Birinci qiyamət dedimsə, ənfusi, kiçik qiyamət. Yəni, mutu qablən tabutu. Ölməmişdən qabaq ölün. Mənim özümün tələbəçilikdə deyəsən yazdığım ilk hədislərdən biri olub. O vaxt yazmışdım bu hədisi, əzbərləmişdim də. Özümə çox maraqlı gəldi. Düşünərdim bu hədis ki, nə deməkdir mənası. Baxın, bu bir. Buna deyirlər, adı nədir? Ənfusi kiçik qiyamət. Nəsə buyururdunuzsa? Bir də o söz yadıma. Əli Rəsamdan bir də hədis var. Deyir, mən doğulduğum gün öldüm. Əli Rəsamdan. Deyir, mən doğulduğum gün öldüm. Maraqlı. Allah sizdən razı olsun. İkinci qiyamət amba-an qiyamətdir. Amba-an. İnsanın kaş bunu başa düşər. Amba-an qiyamətdir. Elə qiyamətin səhnəsindəsən, mənim özümün xəbəri yoxdur. İnsan bilmir nə gedir, nə proses gedir sadəcə olaraq. Üçüncü qiyamət, bəli, gəldim çatdım, afaqi kiçik qiyamət. O hansı qiyamətdir? Hədisdə var ki, buyurulur ki, mən matə fəqət qamət qiyamətuhu. Elə ki, öldün, qiyamətin başladı. Bunun adı nədir? Afaqi kiçik qiyamət. Böyük qiyamət qabaqdadır. Bunun adı kiçik qiyamətdir. Elə bilməyin, bu, belə deyək də, o ölümün özü də bir qiyamətdir. Orada da hesab kitablar var. Orada da sorğu suallar var. Düzdür, qiyamətlə qəbrin fərqi bir sənədir. Orada qiyamətə təfsilatı iləndir, genişliyi iləndir. Amma bu qiyamət, belə deyək də, ona yaxın bir qiyamətdir. Amma o deyil də, tam elə o deyil. Bu da bir qiyamətdir. İnsan öləndə fəqət qamət qiyamətuhu. Peyğəmbər yaxşı söz yadıma düşdü. Buyurur, ənnasu nəyamun. Yatıb insanların çoxsu. Ənnasu nəyamun. Nəyam, yatıb insanların çoxsu. Cəmdir. İza matu intəbəhu. Elə ki, öldülər ayılacaqlar. Bu qiyamətdir də. Mən bir dəfə bu hədisi üstündə düşünürdüm. Ənnasu nəyamun. İnsanlar yatıb. Yatanda insan nə görür? Yuxu. Yəni, sanki Peyğəmbər işarə eləmək istəyir ki, bu gördüklərin şöhrət, vəzifə, pul, sərvət, yuxudur ya, bir gün ayılacaqsan. Ənnasu nəyamun, izamatu intəbəhu. İnsanlar yatıb, hədis belə idi də, deməli, gördükləri də nədir? Yuxudur da, yəni bu əlvizdə olan vəzifə, şöhrət və s. və s. Bunlara bir yuxu kimi baxın. Bir bax,
görəcəksiniz ki, bu yoxdur əlimdə. Hərdən adam yuxuda görə imkanlaşıb bəzi insanlar mənə daşıb. Deyir, görürəm birdən-birə vəziyyətim yaxşıdır. Ayılır yox ki, o deyil. O yuxudur. Bir növ elə bax. Yəni, ilişim qalma yuxularda. Aydındır. Niyə inana bilmirik bunun yuxu olmasına? Yəni, anlamır. Qəflət deyərdim adına. Bilirsiniz necədir? Baxın, çox təəssüf olsun ki, görürsən qəbirstanlığa gedəndə bir 1-2 saat adam özündən iynəmir. Ayılır da, bu nədir? Biraz keçəndən sonra ki, dünyanın da axı bir cazibəsi var. Dünyada insanı bir cür yatırdır axı. O ayıqlıq gedir. Yuxu gəlir. Yuxu gələn kimi də insan unutur. İnsan çox problemi qəflətdədir. Mən nəsə söz deyim sizin Rövşən, əzizimiz Kərbəlayı Rövşənin sözünə. Peyğəmbərin adlarından biri nədir? Fəzəkkir innəmə əntə müzəkkir. Xatırlat. Xatırlatma nə deməkdir? Yəni bilirsən bunu, yadıma salıram. Peyğəmbər cəhalətdən də oyadardı. Bir vəzifəsi budur. Yuallimuhumul kitab vəl-hikmə. Müəllim idi. Amma bir işdə nə idi? Fəzəkkir innəmə əntə müzəkkir. Xatırlatmaqdır. Moizə ki var ha, moizənin özü. Moizə həmişə o deyil ki, bilmədikləri deyirsən qarşıya. Moizədə bir də nə var? Müzəkkirlik var. İndi düzdür, fərqli şəkillərlə danışmaq olar və s. Təkrar adamı yorar da. Amma moizənin bir xüsusiyyəti də budur. Müzəkkirdir. Moizəyə bir dənə tərif belə veriblər. Sən vəsl eləyirsən bəndəni Allaha. Moizə budur. Moizə insanı bağlamalıdır Allaha. İnsan özünə yox, Allaha. Moizə bu işi budur. Nəsə, çox uzaqlaşmayayım. Gəlim çatım yenə də mövzumuza. Ən-nasun nəyamun, insanlar yatıblar, öləndə ayılacaqlar və yuxudadılar. Amma Peyğəmbər deyir, o hamiyat deyil. Peyğəmbər özü üçün deyir ki, tənamu aynay və la yanamu qəlbi. Gözlərim yatır, amma qəlbim oyaqdır. Mən görürəm. O insanlar ki, ilahi yolda addım atırlar, onlar yatanda da oyaqdılar. Yatanda da oyaqdılar. Peyğəmbər sahabələrinə durardı səhər vaxtı, deyərdi, həl-mi mübəşşirat, müjdə var, necə yuxu görmüsünüz? Yəni, yuxu da yatdığın aləm də bir mədrəsədir, tovhiddir, məktəbdir. Orada da bir sənə dərs keçirlər. Şagirdlik elədin, nə öyrəndin orada, nə verdilər, nə tovhiddən nə almırsan, gəl danış görək. İnsan var, oyağı ikən yatıb, insan var, yatan ikən oyaqdır. Yaxşı, Peyğəmbər deyir, mənim gözüm yatır, amma nədir? Qəlbim oyaqdır, qəlbim oyaqdır. Düz ya, mən o bəzi insanlar elə hər şey yuxuya çevirir, ondan işim yoxdur ya, yəni elə yuxu ilə yaşamayacaq, o öz yerindədir. Amma tamamilə üstündən xət çəkir, bu da deyil də. Quranda nə qədər ayə var, mövzu olsaydı danışardıq. Xülasə, hətta mövzunu çəkir. Qiyamətin adlarından da biri Quran-ı Kərimdə qəddir. Vəl tənzur nəfsun bimə qəddəmət liqəd. Bax, gör sabaha nə göndərsən. Deməli, əgər qiyamət sabahdırsa, adı sabahdırsa, dünya nədir? Bugündür də. Ariflər söhbət edirlər ki, sabah iki cürdür. Bir gün ortanın sabahıdır. Bugün indi gün ortadır, məsələn tutaq ki. Deyirəm sabah. Bir də var axşam olur gecə. Deyirəm sabah görüşərik. İki cür gecə var, sabah var. Bir gün ortanın sabahı, bir gecənin sabahı. Deyir ki, ariflər, biz deyəndə qiyamət sabahdır. Gün ortanın sabahıdır qiyamət, yoxsa gecənin sabahıdır? Deyir, yox, gecənin sabahıdır. Gecə ilə sabah arasında fasilə daha azdır. Gün orta ilə sabah biraz var da bir saat. Deyir, dünya ilə qiyamət arasında olan fasilə çoxdur ya, çox azdır ya. Uzaq görür bəzi insanlar, çox yaxındır. Nə mənada? O qədər yaxındır ki, bir gecə sabah oldu, yatdın, durdun qiyamət. Bir də niyə deyirlər ariflər bu dünyaya gecə? Ona görə deyirlər ki, sanki istəyirlər desinlər ki, dünya zülmətdir, axirət nurani bir yerdir. İşıqlıq oradadır. Bura zülmətdir, qaranlıqdır. İşıqlığı ilə birgə qaranlıqdır. Biz nur görməmişik ki. Başa düşdün? Bir nəfəri Şamı görür, günəşi görməsə deyər, nə işıq var burada. Günəşi görəndən sonra deyir, bu işıq deyir ki, o hara, bu hara. Nəsə, çıxdaq o mövzudan. Deməli, bir cür qiyamət də var. Onun adı deyirlər, afaqi kiçik qiyamət. Mən matə fəqət qamə qiyamətuhu. Bu bir qiyamət də var. Deyirlər, afaqi böyük qiyamət. O, hamının, Quranın dediyi qiyamət ki, baş verəcək.
Qiyamətin surəsi də var. Yaxşı, la uqsimu bi yevmil qiyamə, and olsun qiyamət gününə. Qiyamətin özü haqqında Quranda nə qədər ayələr var, adları haqqında və bəs. Axırıncı da bilirlər, ənfusi böyük qiyamət, o da nədir? Deyir, müvəhhid bir insan bir hala gəlir, çatır ki, qiyamət baş verməmiş o mənada, qiyamət tamamilə onu görməyə başlayır o səhnəni. Baxın, Peyğəmbər Meyraca getdi, deyirlər, cəhənnəmi, cənnəti gördü, o nə idi? O, bu mənada qiyamət idi. İnsan bəzi vaxtlar bu həddə gəlir, çatır. Peyğəmbər bir nəfəri gördü, dedi, keyfə əsbəhdə, sübhü necə açdın? Dedi, əsbəhdu muqinən, yəqin alında. Dedi, yəqinin nişanəsi. Dedi, Peyğəmbər, kəənni, sanki cənnəti görürəm, sanki cəhənnəmi görürəm, cənnətin neymətlərini görürəm, cəhənnəmin orada cəzalarını görürəm. Dedi, axırda dedi, Peyğəmbər, dedi, istəyirsən deyim, o bəzi yanında olanlar kimlər cənnətdədir, kimlər Peyğəmbər danışma, sakitdir. Hər şey danışmaz. Kim idi o səhabə? Səhabələrdən biridir, axırda da bir dua elədi. Dedim, Peyğəmbər dedi, məndən nə istəyirsən? Maraqlı söhbət getdi, diyalog gedəndən sonra, nə istəyirsən məndən? Dedi, şəhidlik istəyirəm sonda. Peyğəmbər dua elədi, müharibələrin də şəhid oldu. O, inşallah gələn verilişlərdə baxaram adıyla. Baxarsan adına lazım. Amma mən sizə bir söz deyim. Orada bir cümlə işlətdi. Dedi, sanki görürəm, kəənni. Bölürlər. Bir kəənnə məqamı var, bir ənnə məqamı var. Kəənnə ilə ənnənin fərqi var. Kəənnə sankidir, ənnə həqiqətəndir. Əleyhissalam deyir, lov kuşifəl ğita məzdətdu yəqinən. Pərdələr çəkilsə, heç nə artmaz yəqinən. Bu innə məqamıdır. Bir məqam da kəənnədir, sanki. Deyərsin, bunun fərqi nədir? Yuxuda görmüşük də müəyyən səhnəni. Adam rüyal elə bil görür. Amma bir də var, ayılıb gedib oranı görəsən. Yuxuda olmayasan. Yuxudakı kəənnədir, reallıqda ənnədir, innədir. Yəni, istəyirəm deyim, bu məqam dərəcələri var. Bu məqamın nəyi var? Dərəcələri var. Hamı elə bir dərəcədə deyil ki, dərəcə ilə geç. Bu qiyamət 5-cidir. Nəzəri irfanda 5 yerə ki, bölüblər, biri də budur. Ki, insan ənfusi böyük qiyamət ki, müvəhhid bir insan gəlir, yəqin vasitəsilə bir həddə gəlir, çatır ki, ona deyirlər, yəqin həddi də, yəqin həddi gəlir bir həddə çatır ki, o qiyamətin səhnəsini görür. Mən mövzunu gətirməm, İmam Hüseyin ağa ilə bağlayayım, icazə verirsiniz. Bəli. Yəqin nədir? İnsan bir var bilir, bir var görür. Eynul yəqin. Elmul yəqin, həqqul yəqin. Elmul, üstünə misal çəkirəm sizə. Baxın. Uzaqdan görsən tüstünü, deyirsən 100 saat orada od yanır. Buna nə deyirlər? Elmul yəqin. Elmlə. Gördün tüstü varsa, tüstü olan yerdə od olar da. Bu elmul yəqindir. Elmlə yəqinə çatdı. Eynul yəqin budur. Gəldim, baxdım, gördüm, yanır. Bu eynul yəqin. Ocağın. Həqqul yəqin budur. Əlvi vurursan, ora yanırsan, ha, belə. Bu artıq nədir? Həqqul yəqindir. Bu başqa bir şeydir. Həzrəti İbrahimin bir söhbəti var Allahla. Deyir, keyfə tuhyil mot. Ölülərinizi dirilirsən. Deyir, əvvələm tumin, inanmadın. Deyir, yox. Liyətməinnə qəlbi. İstəyirəm aramlaşım. Həzrəti İmam Rızadan bir dənə hədis var. Bu sözü amma yadda saxlayın. Liyətməinnə qəlbi. İstəyirəm qəlbim aramlaşsın. Çünki görəndə nə olur? Aramlaşır insan. Yəqində insan aramlaşar. Deyir ki, İmam Rıza ağa deyir ki, İbrahimin yəqini var idi. İstəyirdi yəqinin yüksək mərhələsinə çatsın. Deməli, İbrahim Allahdan yəqin istəyirdi, o məqamı istəyirdi. Yəqində idi, yəqinin yüksək dərəcələrini istəyirdi. Allah da, baxın ha, mövzu nə maraqlı mövzudur. İbrahim deyir ki, Allah deyir keyf, əvvələm tumin, inanmadın, deyir, yox, liyətməinnə qəlb, mütməin olmaq istəyirəm, aramlaşmaq istəyirəm. Allah nə dedi? Dedi, özünü öldür. İndi özünü dirilt. İbrahim necə dirildilər, ona baxmaq istəmirdi. İbrahim prosesin içinə girmək istəyirdi. Özüm öldürüm, özüm dirildim. Sənin təcəllin olaraq, məzhərin olaraq yer üzündə. Allah dedi, göstərəcəm sənə. Bax, belə öldürürlər, belə dirildirlər. Gəldi, o məqama çatdı. Necə ki, Allah İsa Peyğəmbər üçün deyir,
Qurandakı təxluqu kəheyəti tayrin, o quşu düzəltdin, tənfuhu, üfürdün dirildi. O nə idi? Mən bunu inşallah qabaqladım. Ramazan haqqında, Ramazan ayı haqqında tohiddən danışmaq istəyirəm. Nəsib olsa. Allahın muhyi sifətində orada izah vermək istəyirəm. İnşallah orada deyərəm, amma mövzunu gətirib çatdırdıq. Burası qoy tamamlayayım. Orada əziz Allahımız deyir ki, İbrahim dirilt. İbrahim çağırdı, fikir versiniz, parçaladı quşları, qoydu dağlara. Ondan sonra neynədir? Çağırdı, quşlar dirildi, gəldi. Bunu İbrahim neynədir? Allahın yeryüzündə olan, Allahın muhyi sifətinin təcəllisi oldu yeryüzündə. Necə Allah dirildir, bu da dirildir biznillah, Allahın izni ilə. Əslində elə Allah diriltdi. Bunda görsəndi. Biraz geri tohidi mövzu budur da. Ma rəməytə, iz rəməytə və lakinnəllahə rəmə. Torpağı ki, sən götürdün, attın, sən atmadın, mən attım. Bu tamamladım. Orada nə dedi Allah? İbrahim dedi ki, liyətməinnə qəlbi. İstəyirəm qəlbim mütməin olsun, aramlaşın. Yəni nədir o? Yəqin məqamıdır. Yəqin. O həddə gedib çatıb. İmam Hüseyin haqqında bir dənə ayə var Quranda. Yə əyyətxən nəfsul mütməinnə. Buna bir adam üçün danışıram. Yə əyyətxən nəfsul mütməinnə. Sən mütməinsən. Yəni yəqin həddindəsən. Yəni sən qiyaməti görürsən. Nəinki dünyanın axırına qədər görürsən, dünyanı vurmuşsan, qiyaməti görürsən. İmam Hüseyin ağanın Kərbəlası qiyamətə qədər, qiyamətin özünə qədər hesablanmışdı. Yə əyyətfən nəfsul mutməinnə, ay mütməin nəfs. İrci'i, qayıt gəl. Qayıt gəl. Qayıt gəl nədir? Qayıt budur ki, Hardansa gəlmişdim də. 4 dənə səfər var. Nəzəri irfanda deyirlər də. 4-cü səfər də, 4 dənə səfər də budur. Düşürsən axırda, insanların əlindən tutursan, aparırsan yuxarıya. Deyirlər, məsələn, minəl xəlq iləl xəq. Xəlqdən haqqa gedirsən, oradan gəlirsən, sonra düşürsən ki, insanların əlindən tutub, aparıb çatdırasan Allaha. İmam Hüseyin ağa özü gelib çatmışdı o məqama. Gəlmişdi ki, bəşəriyyətin əlindən tutsun, aparsın, Allaha qovuştursun. Allah da İmam Hüseyinə dedi ki, irci, qayıt, ci demədi, gəl demədi. İrci ilə ci'nin fərqi var. Ci budur ki, filan kəs deyən, burada deyəm, gəl bura. İrci budur ki, buradaydın əvvəl, getmirsən ora, indi qayıt gəl bura. Sən mənim yanımdaydın, sən bəşəriyyətin hidayəti üçün düşmüşdün bu dünya adlı məntəqəyə, işvi gördün. İrci ilə Rəbbi ki, qayıt Rəbbivə tərəf. Raziyətən mərziyyə, sən də məndən razısan. Çünki axırda nə dedi? Yerə ki, yıxıldı, rizəm bi qəzaik, təslimən li əmrik. Mən razıyam səndən. Raziyətən mərziyyə, mən də səndən razıyam. Yəni, yolu mütməyin olmağın yollardan keçir, rizayətdən keçir. Allahdan razı olsun, Allah səndən razı olar, Allah səndən razı olsun. Daha bir məqama gəlib çatırsan ki, Allah özü tutur əlindən aparır, qayıt, gəlir götürür aparırsan ki. Ona görə bu bir dənə uca bir məqamdır. Allah axırda nə dedi? Qoy tamamlayayım da aya. Yə əyyətən nəfsul mutməinə irci ilə Rabbiki raziyətən mərdiyyə fədxuli fi ibadi. Sən mənə bəndəmsən. Fədxuli fi ibadi. Sən mənimsən. Elə ki mənimsən, fədxuli cənnəti. Buyur mənim cənnətimə gir. Sən mənə xas bir cənnət var, ora gir gilən. Bu İmam Hüseyin ağa haqqında qiyamətlə gəldik, bağladıq mövzunu ki, Həzrət İmam Hüseyin ağa belə bir şəxsiyyətdir. Allah sizdən razı olsun. Rəhmətindən və Əhl-i Beytin şəfaatindən başqa yolumuz yoxdur. Sözsüz ki, Allahın rəhməti, Əhl-i Beytin şəfaəti ilə gedib çatacaq, hara çatacaqsa. Bizim ona bağlı. O gəlib də, o kamil insan gəlib. Bir də ki, Hüseyin əleyhissalam zamanın belə bu mənada fövqündədir ya. İndi də gəlir. Misbahul huda, səfinətun nəcahdır da. Sahilun nicat deyil ki. Nicat gəmisidir, sahili deyil ki. Gəmi ilə sahili fərqi nədir? Biri boğulur, sahili özü gəlməlidir. Gəmidir Hüseyin, nicat gəmisidir. Özü gəlir, bir dənə əlini uzatmalısan. Aparsın səni hara toğun. Bir hədisi var, Necədir? İmam Cəfər əleyhissalamdan deyir, bir nəfər soruşur səhabələrdən ki, deyir, siz hamınız nicat gəmisisiniz də. Niyə İmam Hüseyndən əvvəlkilər də Hüseyin Hüseyin deyirdilər?
İmam Hüseyndən sonra imamlar da hamısı Hüseyn deyir ki, biz hamımız nicat gəmisi, amma İmam Hüseynin deyir gəmisi çox genişdir, həm də sahilə çox yaxındır. Onun vasitəsilə çox adam nicat tapa bilər. Allah Belə bir hədis vardır. Allah sizdən razı olsun. Mən Çox sağ olun Hacı, təşəkkür edirəm. Doğrudan da o qədər maraqlı verilişdi, o qədər maraqlı söhbət elədiniz. Hətta verilişimizin baxıram ki, sonuna yaxınlaşırıq, amma o qədər bərəkətli söhbət oldu ki, insan zaman necə keçdiyini heç fikir eləmədi, düşünmədi. Bəli, qonaqlarımızın sırasından bizim ustad Əhlibeyt şairlərimizdən olan hər zaman biz elə şairlərin yazdıqlarına müraciət edirik. Hacı Elşən Xəzərə söz verəcəm. Hacı, İstəyərdim gözəl bir şeirinizdən səsləndirəsiniz həm bizi izləyənlərə, həm bu gözəl Mövlud günündə. Amma sizə bir sual verəcəm, Hacı. İmam Hüseyn əleyhissalamın huzurunda olsaydınız, İmam Hüseyn əleyhissalam sizə müraciət edərdi, Hacı Elşən, mənim üçün bir şeir oxu. Hansı şeir oxuyardınız? Allah nəsib eləsin cəmi Əhlibeyt şairlərinə, məddahlarına ki, o hal, o vəziyyət onlara nəsib olsun ki, Bəli. İmam Hüseyin desin ki, adı çəksin sənin. Bəli. O minnətdir bizim boynumuza ki, İmam Hüseyin birinin adını çəkə ki, filan kəs dur bir şeir oxuyur. Bu böyük bir dərəcədir mənim aləmdə. Amma mən orada ağadan soruşardım ki, hansı şeir istəyirsən oxuyur? Bəli. Özün bildiyin, özün məsləhət bildiyin. Ola bilər ki, bəzi şeirlər içində bir səhv olar, qüsur olar, məsəl üçün. Onlar amma özləri agahdılar, Quranda aya vardı, möminlər sizi görürlər, Allah və möminlər. Yadım ağa, hansı şeir istəyən, den onu oxuyum. Öz istəyinlə yenə olsun, məsəl üçün. Mən belə. Yaxşı, Hacı. Sən hara getdin? O boyda. Allah qismət eləsin. Yaxşı, Hacı, onda ürəyiniz istədiyi şeirlərinizdən birini səsləndirəsiniz. Elə izləyicilərimiz də eşitsin, biz də dinləyək. Şeirlərin içində bir şeir vardı. Əslində bu hədisdir. İndi biraz hardaydı o şeir? Eşidib sizə bu şeiri bəlkə də. Tanıyın kimdə həmən Kərbəla Sultanı. Bəli. O ki, İmam Hüseyin ağanın uşaqlıq dövründə indi oxuyaram şeiri də, uşaq olub o vaxtdan. Tanıyın kimdə həmən Kərbəla Sultanı. O Hüseyndir ki, tutub eşqi bütün dünyanı. O Hüseyndir ki, ona kulli mələklər aşiq. Ona dağlar və dənizlər və küləklər aşiq. Ona daşlar və yağışlar və çiçəklər aşiq. O canıyla və qanıyla yaşadıb Qur'anı, sever al kəs onu ki, varsa onun vicdanı. Ey Hüseyin aşiqi, məclis ürəfa məclisidir. Doğrudan bir gözəl məclis oldu, belə hallı məclis oldu bu günləri. Allah səndən razı olsun, hamımızdan bilirdim. Ey Hüseyin aşiqi, məclis ürəfa məclisidir. Harda var ismi Hüseyin, Kərbəla məclisidir. Bura bir halda ki, şah-ı şühəda məclisidir. Bir rəvayət danışım sizlər üçün irfani, saymayın siz bunu Fərhad və Şirin dastanı. Bu o dövr, bu eşq, o da eşq dövr. Günlərin bir günü Salman dolanırdı şəhəri. Ki, Həzrət tamaşaçılar üçün deyirəm. Salman ki, Həzrət Peyğəmbərin gözəl sahabələrindən biri. Günlərin bir günü Salman dolanırdı şəhəri, dərdini söyləməyə ta ki, tapa bir nəfəri. Gördü Salmanı Əbazər. Əbazərdəki dayı tanıyırıq da, nə sahabə. Gördü Salmanı Əbazər, dedi at qəm kədəri. Mənə aşkar elə qəlbində olan pünhani, qəm bölüşmək belədir, rahat edər insanı. Salman zan dedi, denə, nə olur? Salman dedi ki, ey Əbazər, sənə aşkardır bu beyti həzənim. Pənctən eşqi mənim fəth qılıb ruhi tənim.
Bilirsən mən Əhl-i Beytə olan münasibətim, məhəbbətim necədir? Vəli sevdayı Hüseyn özgədir qəlbimdə mənim. Qorxuram küfrə aparsın bu əməl salmanı, xəstə könlüm tapa bilmir özünə dərmanı. Deyir, hamını sevirəm, bilirsən Peyğəmbərə mənim mərifətim necədir, xanım Zəhraya. Amma İmam Hüseyin elə bil biraz fərqlidir qəlbimdə bu eşq. Sirridən buzəri Səlman belə agah etdi. Açdı içindəkini sirri. Sirridən buzəri Səlman belə agah elədi. Sustu bir xeyli Əbazər. Sonra bir ah elədi. O da öz eşqini öz dostuna izah elədi. Dedi, mən həm sevirəm sən dediyin cananı, bir kəsə söyləməyə tapmamışam imkanı. Yəni qorxurdum mən də elə bunu deməyə ki, belə bir içimdə eşq var. Yəni bu iki gözəl səhabə, ikisi də bir eşqdə. Əbazər dedi ki, nə bilim biz necə düşdük bu dəli sevdaya. Körpəni yaxşı tanır kim gətirib dünyaya. Gəl gedək eşqimizi ərz eləyək Zəhraya. Həm qaranlıq bu müəmmanı edər nurani, bu nə dərddir biz düşmüşük, bu nə eşqdir, həm ziyarət edərik Kəvsər olan ünvanı. Yollandılar xanım Zəhra məhzərinə. Gəldilər, yetişdilər. Məhzər-i Fatimiyə gəldi iki ali cənab. Dedilər, eşq-i Hüseyn qəlbimizi etdi kəbab, xanım. Fatimə söylədi ki, məndə buna yoxdur cavab. Sevirəm mən də süzün tək o gülü reyhanı. Cavabım bəlkə Əli bilsin, odur bağbanı. Bu üç nəfərin eşqi, bax, kimlərdir? Əl-Qaraz, məclis-i uşşaqa özü gəldi Əli. Burada bir incə yer var, bunlar getmədilər Əlinin yanına. Əli gəldi bunların yanına. Bu da uzun məsələdir, sonra bir başqa vaxtda. Əl-Qaraz, məclis-i uşşaqa, bu aşiqlərin məclisinə özü gəldi Əli. Ona da oldu sual eşq-i Hüseynin məsəli. Verdilər sualı. Cavabım yoxdur dedi. Tək bunu anlattı. Vəli, mən də o Yusifimin surətinin heyranı. Xətm-i mürsəl labüddə edək elanı. Gələn Həzrət Peyğəmbərə bunu xəbər eləyək, deyək. Görək bu nə eşqdir, hamımızın qəlbində alovlanıb. Xətm-i Peyğəmbər özündən edə bilməz təhlil. Ayəmiz var da, Hacı Ağalıdır. Peyğəmbər özlər həva nəfsindən danışmazdır. Xətm-i Peyğəmbər özündən edə bilməz təhlil. Gözlədi Allah ona bir xəbər etsin nazil. O zaman indi yerə ərşidən o Cəbrail gəldi. Dedi, ya Rəsulallah, dedi de, eşq-i Hüseyn hifz eləyər imanı. Dini İslamın odur, Tanrı dedi qurbanı. Cəbrail Allahdan xəbər gətirir. Dedi ki, ya Rəsulallah, de nə bunlara? Odur meydanı məhəbbətdə giyan qanlı kəfən. Odur ləb teşnə başı zülm ilə daldan kəsilən. Odur başsız qumun üstündə qalan qanlı bədən. Odur məğlub eləyən qətli ilə düşmanı. Odur daşla vırılan Kərbəla mehmanı. Cəbrail deyir, ya Rəsulallah, dinə. Odur səqqası xəcil sahili ümmanda ölən. Odur bir oğlu şücaət ilə meydanda ölən. Odur bir körpə qızı çöllü biyabanda ölən. Odur əsxər boğazından çıxaran peykanı. O səpibmiş göyə zülm ilə süzülmüş qanı. Biri Cəbrail əleyhissalam deyir. Deyir, ya Peyğəmbər, Allah bilirsən nə deyir? Ya Peyğəmbər, nə qədər eşq ola layiq deyir ona. Səlman Əbazər kimdir? Ya Peyğəmbər, nə qədər eşq ola layiq deyir ona. Rah-ı eşqin kimi tutmuşdusa raşiq deyir ona.
o elə bəndədir. Allah özü aşiqdir ona. O da aşiqdir Xudaya, ona vermiş canı. Ta bu yoldan bilə kim razı edib cananı. Erkən aləmdə Hüseyn tək gül rəna olmaz. Bu gülün aşığı hər bülbül şeyda olmaz. De ki 1000 aşık ola, Zeynəb-i Kubra olmaz. Əhsən o eşqə ki Zeynəbdə olub payani, Kərbəla ətri onunla bürüdü hər yan. Da bağışlayın, bayram günü idi, biraz gözümüzdən yaş olduq. Həqiqətən İmam Hüseyn ağanın eşqi belədir də. Allah qəbul eləsin inşallah. Çox sağ olun Hacı. Həqiqətən bizim qəlbimizi elə Kərbəlaya apardınız. Bu gözəl eşqdən danışdınız. Bəli, eşq bir dənədir. Ey bəşər Fərhad ilə şirinin eşqinə allanmasan. Eşq əgər Leyli və Məcnunda o eşqə yanmasan. İstəsən eşqin yolu Məcnun kimi olsun dəli. Dünyada bir eşqi var. Eşqi Hüseyn ibn Əli. Allah bizləri Əhl-i Beytin ziyarətindən, üqbad-ı şəfaətindən ayrı salmasın. İlahi, çox amin. təşəkkür edirəm dəyərli qonaqlarımız, dəyərli Əhl-i Beyt şairi Hacı Elşən Xəzər bugün bizim qonağımız idi. Əhl-i Beyt İlahi Nəğmələr qrupu Hacı İslam və Kərbəla Rövşən qardaşımız bizim qonağımız idi və siz izləyicilər də izlədiniz. Verilişimizin əsasında gözəl ilahiləri və şeirlərlə verilişimizə zinət qatdılar. Bəli Hacı, verilişimizin sonunda inşallah ki sizə o gözəl pak nəfəsinizlə həm izləyicilərimizi, həm xalqımızı dua eləyəsiniz. İnşallah sizin də dualarınıza ehtiyacımız var. Bizi izləyənlər var, xəstələrimiz var, müşkül olanlar var. İnşallah dua edəsiniz. Təşəkkür edirəm. Allah razı olsun. Həqiqətən doğrudan da feyz aldım. Dinlədim sizləri. Çox ruhuma xüsusi bir təsir oldu. Allah sizə həfz eləsin. Və sonda Allah ilk duam İmam Zaman ağamızın zuhurunu təcil elə. İlahi, amin. İlahi və Rəbbim xalqımızda olan Əhl-i Beytə olan məhəbbəti daim elə. İlahi, amin. Və o kəslər ki, indi bizlərdən məsələn dua istəyərlər ki, onları dua eləyə, ya Rəbbəl aləm, onların qəlbində olan duaları sən bilirsən, hacətlərini sən bilirsən, o qardaş bacılarımın hacətlərini və dualarını qəbul edən. İlahi, amin. Sizə də xüsusi minnətdaram, təşəkkür edirəm, çox sağ olun. Allah razı olsun.